Gəl qardaşım, gəl, xoş gəlmisən. Dəyərli izləyicilər, siz də xoş gəlmisiniz. Bu gün sizlərə Maçlar qisməsində Zabbat Maçlar şossesindən Kanal Market deyilən market var. Ondan 1 kilometr məsafədə 12 sotun içərisində belə 4 otaqdan ibarət əsl bağ evi üçün belə bir variant satışa çıxıb, hörmətli izləyicilərim. Hal-hazırda gördüyünüz dayanmış həyətyanın sahəsində sakit, gözəl, təmiz havası olan bir məkandır. Darvazası da böyüdür. Rahat olmadım ha bura. Böyük bir yer hissədə neçə maşın daxil ola bilər? Nə bilim 4-5 maşın rahatlıqla daxil ola bilər. Üst hissəsi tal vardı. Bax bu da qəşəng meynəliyi burada yaradırsan. Meynəsi düzü var. Bəs baxımsızdır dəyərli izləyicilər. Yəni yaşayış olmayıb çoxdandır. Bu talvarı bura qaldırsan qəşəng yayda əsl istirahət üçün ideal bir bağ evidir, belə deyək. Həmçinin daimi də yaşanış olar. Yəni ki, qazı var, suyu var, işığı var. Bu da həyətidir. 12 sot demişdik. Yəni baxımsızdır bir balaca. Görürük ki, ağaclar quruyub, ot basıb. Yəni bir balaca səliqəyə salınsa, kvadrat belə bir həyətdir. Və onu da qeyd edeyim ki, bu hissədə yerləşir qarajı. Qarajın qapısını göstərir, mənim qardaşım zəhmət olmasa. Burada da qarajdır. Küçəyə birbaşa qapıları var, darvazası var qarajın. Keçdik indi bu tərəfə. Keçək indi evin, əsas evin içərisidir. 4 otaqlı evdir. Qiymət də elə münasibdir ki, yəni alıcılar məncə bu videoya baxsa, bu evi almaq istəyəcəklər də. Bura açığı hündürlükdədir. Bax görürsünüz yəni ki, videoda o torpaqdan bura hündürlükdədir. Plus buradan yenə də kürsü var. 2 daşla qalxırsan hardasa. Keçək indi evin içərisinə. Bura deməli kiçik bir koridor kimi belə deyək. Buradan sağda yerləşir hamam otağı, sanitar qovşaq, yanbayan ayrı-ayrı. Çox müştərinin də istədiyi budur. Yəni ayrı-ayrı olsun. Burada yerləşir belə bir mətbəx. Pəncərəsi də birbaşa öz həyətinə açılır. Yəni dediyim kimi evdə çoxdan yaşayış yoxdur. Biraz sül-süpür olunsa, yəni belə də yaşamaq olar. Ürəyi kim istəyir, təmir də edərsiniz buradan. O yəni problemsiz bir şeydir. Bura qonaq otağıdır. Belə bir geniş, böyük qonaq otağıdır. Və buradan paylanır 3 yataq otağıdır. Bura birinci belə bir yataq otağıdır. Böyük yataq otağıdır. Bax belə bir böyük yataq otağıdır. Buranın pəncərəsi birbaşa mətbəxinə baxır ki, yəni qaranlıq olmasın otaq. Buradan sonra keçirəm belə bir digər yataq otağına. Bu da belə bir geniş belə yataq otağıdır. Yenə deyim ki, evdə yaşayış olmadığına görə bir balaca natəmizlik ola bilər. Səliqəsizlik daha doğrusu. Burada belə bir digər uşaq üçün nəzərdə tutulmuş yataq otağıdır. Buranı gələcəyinə kim təmin etsə qardıroba da çevirə bilər. Qiymət 82.500 manat. Keçirik indi qardaşımızı. Qiymət 82.500 manat. Kanal Marketdən üzbəüz məhəllədə villanın yanından qalxanda harca 1 kilometr məsafəsi var. 12 sotda 4 otaqlı ev jackpot qiymətə. Sənəd icradır. Yəni alqı-satqıya yararlıdır. Bu ev kimə maraqlıdır? Şəxsi mülkdür, 4 otaqlı. Yəni bu evi almağa tələsin. Bu qiymətə bu ərazilərdə ev yoxdur. Təcili satıldığı üçün bu qiymətədir. Bəli, siz qardaşımın eşitdiniz nə var nə yox hamısını inşallah kim alırsa Allah xeyrini versin. Əlaqə nömrələrimizdə səhifəmizdə mövcudluq qeyd olunub. Səhifəmizə daxil olub baxa bilərsiniz. Bizi izləməyi unutmayın. Sağ olun.